Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdehu la şərikə ləh və yətəvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluh. Və sallallahu aleyhi və səlləmə. Salətən və sələmən daimeyn mütələzimeyn ilə yevmiddin. Allahümmə ənfa'ni biməlləmtənə və əllimni mə yənfa'ni və zidni ilmə. Sonra gətirir ki, Şeyx Əl-Basir dedik ki, ayəni şərh eləyər, gətirir ki, təfsir verir, sonra şərh edir ki, leysə kəmislihi şey və huvə səmiyyun basir. Onun mislində heç nə yoxdur, o eşidən və görəndir. Keçən dərs keçdik ki, eşitmək nədir, nə qəsd olunur. Sonra gəlir basir, yəni görmək. Yəni Mudrakul cəmi'i mübassirat. Yəni ki, Allah Subhanahu və Teala, yəni o basir sözün mənası bütün görünən nə varsa da, dərk olunan nə varsa hamısını bilir. Yutlaqul basir bimənə alim. Baxın, var görmək və eyni zamanda ayədə orada basirin bir mənası da bilmək deməkdir. Zahirən baxırsan ki, görmək nədir? Görmək hara, bilmək hara. Alim hara, basir hara. Amma orada qəsd olunan mənalarından da biri alimdir. Yəni, leysə kəmislihi şey və huvə səmiyyun basir. Onun mislində heç nə yoxdur. O eşidən və görəndir. Yəni, eşidən və gördüyünlə də bərabər eyni zamanda biləndir. Yəni, iki əsas mənası var. Allah Subhanahu və Teala basir. Allah Subhanahu və Teala görür. Yara kullə şeyin əyin xafiy. Hətta deyir, gizli nə varsa da onu görür. Onu görür. Və Subhanahu basir bimənə alim. Bi əf'ali ibad. Yəni, eyni zamanda gördüyü kimi də gizlində nə keçirsə də onun xəyalından onu görür və eyni zamanda nə edir? Bilir. Bilir. Demək, ayədə keçən o kəlmə həm görür Allah Subhanahu həm də nədir? Bilir. Sən nəsə danışanda, nəsə xəyalından keçəndə fikirləşməyəcəksən ki, Allah Subhanahu bunu görmür. Bir feilimdə bir hərəkət etməmişəm ki, amma Allah Subhanahu həm görür, həm də sən nə etdiyini, nə fikrindən keçdiyini bilir. Yəni, sən fikirləşməyəcəksən ki, bəzən var ki, deyir ki, qardaşlar görmədi. Qardaşlar görmədi, və yaxud da ata-ana görmədi, və yaxud da uşağı görmədi, mən bunu... Sən onu yox. Sən Rəbbini təfəkkür elə. Düşün, zikr etginən ki, Allah səni görür. Allah səni görür və bilir. Bunu dərk etsən, səndə artıq nə var? Təqva var. Bunu dərk etsən ki, kim görür, görsün, görmür, görməsin. Rəbbim məni görür, bilirsə kifayətdir. Bunu sən dərk etdinsə, bu qaydadır. Bunu dərk etdinsə özündə və etməmişdən qabaq nəyisə 10 saniyə, 5 saniyə əvvəlcədən fikirləşdinsə də burada günah var ya yox. Bunu düşündünsə də artıq inşallah xeyr üzərindəsən. Allah görür və məni bilir. Və mən bunu etsəm günah var yoxsa yox. Bunu düşünürsənsə də artıq sən neyincə günah varsa çəkiləcəksən, xeyr varsa irəliyəcəksən. Bu insanda olan təqvanın nə idi? Növlərindən, əsaslarındandır ki, insan günah olub olmadığını əvvəlcədən nədir? Bir nə qədər düşünür. Bunu etsəm, burada günah olar yoxsa yox. Bunu danışsam, o məclisə geçsəm, orada günah baş verə bilər yoxsa yox. Ehtimal var yoxsa yox. Bunu özündə sən tədarük edirsənsə də, və yaxud da ki, təfəkkür edirsənsə də, və tədəbbür edirsənsə, fərsən başa düş.
düşünürsənsə də bu sənin artıq nədir? Xeyir üzərində. Və yaxud da ki, mənim dostumdur, getməliyəm, yaxındır, getməli. Artıq bu nədir? Sənin təqvanı sirkələyir. Sənin təqvanı sirkələyir. Bana görə şeyh gətirir, burada basirin mənaslarından bir də görür. Və eyni zamanda bilir. Daha doğrusu görür və bilir. Sən unutma ki, Rəbbin səni bilir və səni səndən yaxşı tanıyır. Bana görə şeyh gətirir, alimu və əf'ali ibad. Allah subhanahu və teala qullarının feillərini bilir. Etdikləri əməlləri bilir. Yəni, görmək hara? Ayədə. Bilir hara. Bax, görürsən, bəzən bizim bilmədiyimiz çox şeylər var ki, orada qəsd ondan nədir? Təfsirdə tamam başqadır. Zahirdə nədir? Tamam başqadır. Vallahu basirun bimə tə'məlun. Bax, deyir ki, Allah sizin nə etdiklərinizi görür, basir. Və eyni zamanda nə ayırır? Bilir. Hucurat surəsindəki Allah subhanahu və teala sizin nə etdiklərinizi bilir və ya görür. وَالَّذِي نَعْمَلْ بَعْدَهُ مَرِي وَبَعْدَهُ غَيْرُ مَرِي فَبَصَرُ اللّٰهِ اِذَا يَنْقَسُ بِلَا قِسْمِهِ وَكُلُّهُ دَاخِلٍ فِي قَوْلِ بَصِيرٍ. Ona görə də elə şeylər var ki, Allah subhanahu və teala görür və elə şeylər var ki, Allah subhanahu və teala nədir? Bilir. Məsələn, buradan sual çıxır ki, İnsan ayaq yoluna girəndə mələklər çıxır, yoxsa yox? Çıxır. Yazan mələklər çıxır, yoxsa yox? Deyək ki, çıxır, girdi. O günahlar etdirsə də necə olur? Görür, yoxsa bilir? Görür. Bilir. Yəni, elə hallar var, orada bilir. Təbii ki, görür, şək yoxdur. Yəni, elə hallar var ki, yəni, biri girir, düşünür ki, mələklər girdi, çıxdı, girir hamama və istədiyi bir hərəkət edir. Xüsusən də ibadət ehliyən var, prosta gənc. Aydın da başa düşsün nə demək istəyirəm. 81, 82 və s. və s. Yəni, Allah s.ə. bilir, o günah ona yazılır, baxmayaraq mələk girməsi. Lakin burada desək ki, Allah s.ə. onu görür, o biraz nədəndir? Təbii ki, görür, bilir. Hədəfdən. Ona görə də gördünmü? Ayə harada, hansı halda nədir? Allah s.ə. bilir, həm də nədir? Görür. Mələyin girib girməməyi alim arasında nədir? İxtilafdır. Hədisə görə, hansı ki, İmam Tahavi hədisi səhih gətirib, bəziləri gətirib ki, burada müasir alimlərdə munqati' var, kəsik var hər şeyində, yəni zəif sayanlar da var. Bu hədisə görə mələklər girmir içəri, çöldə qalır. Amma ayə isnad edənlər artıq deyirlər ki, yox, mələklər də girir. Yenə də hər bir halda doğrusunu Allah bilir. Yəni elə hallar var ki, o halda artıq nədir? Allah subhanahu wa ta'ala həm görür, həm də bilir. O şeyə dair, zifafa. O eyni. O günah deyil də, o biri var günahdır, biri var nədir? Günah olmayan tərəfdə. Hə, təbii ki. Və fi hədil ayəti isbatu ismeyn mi əsməyillahi huma səmi' vəl-basir. Yəni, buradan artıq Allah subhanahu wa ta'ala iki ismini təsdiqlədik, bildik, örgəndik, eşidən və görən. Və üç sifət. Sifətu nəfi, müməthilə və səmi vəl-basir. Görmək, eşitmək və bütün ona müxalif olan müməsilələrə qadağa. Ki, Allah subhanahu wa ta'ala eşidən və görən də onlar deyir, Allah subhanahu wa ta'ala nə deyir? Bənzədirlər, misilləşdirirlər. Bu da deyir, onlara qadağadır. Yəni, onların dediklərinə qarşıdır. Və fiyhə min fəvaid məsləkiyyəti kəf mühavilə təmtil bi xilafi istişari azəməti və kəməli və hazır min ən yəraq alə masiyədi ən yəsmə min kəmələ yarda. Yəni, bu şeylərdən də həzər edirik ki, Allah subhanahu wa ta'ala görür, lakin hər hansı bir asiliyə, o demək deyil ki, Allah subhanahu wa ta'ala baxır və yaxud da ki, razı qalmadığı şeyə baxır. Yəni, bəxt dediyimiz kimi də elə bir haldır ki, Allah subhanahu wa ta'ala görür, o demək ki, ona baxılır.
Bəs biri gedir zinə eləyir. O demək deyil ki, yəni Allah Subhanahu bilir, şək yoxdur ki. O getməmişdən onu bilir. Ümumiyyətlə, həyata gəlməmişdən onu Allah Subhanahu qədərləndirir ki, bu bunu eləyəcəkdir. Buna şək yoxdur. Lakin sən burada qəsd eləməyəcəksən ki, fikirləşməyəcək insandır. Fikirləşir ki, yəni bu gedir, Allah görsə demə Allah ona baxır. Xeyr. Aydın oldu. Yəni bu şeylər Allah Subhanahu asiliklərə vəl-hazr min an yaraka ala ma'siyatihi aw yasma minka ma la yarda. Yəni ki, Allah Subhanahu va Taala nədir? Əmr edir ki, oradan mələklər belə uzaqlaşır, yaxın getmirsə də, baxmırsa da, yəni kimsə deyə bilməz ki, əksi ola bilər. Yəni ki, gəncə doğrusu nədir? Allah Subhanahu va Taala bilir. Və sonra gətirir ki, faydalardan və aləm ənə nuhətə bəzi nəfçilər burada 3 qismə bölünür. Kəmisli şey dedikdə bəzi alimlərə görə burada qəsd olan məsələn Allah Subhanahu va Taala'nın o sifətlərindən ki, basir. Kimisi deyir ki, Allah Subhanahu va Taala leysə kəmislihi şey dedikdə və huve səmiyun basir. Allah hər şeyi yəni görür, bilir. Yəni orada qəsd olunan ki, indi şeyx burada hamısını tamamilə açıqlayacaqdır. Misil dedikdə bəzilərinə görə orada qəsd olunan sifətdir. Yəni ki, leysə kəsifəti şey, Allahın sifətində heç nə yoxdur. Yəni o sifətdə heç nə yoxdur. Allahın nə ki sifətləri var, leysə kəmislihi deyir, misil sözü ona dalalət edir ki, yəni sifətlərə dalalət edir. Allahın sifətlərinə dalalət edir. Məsələn, sən desən ki, ayəni gətirsən, məsəlül cənnətillət vəidət lil-muttəqin. Muttəqin. Yəni, o cənnətin sifətləri ki, Allah Subhanahu wa Taala hansı ki, müttəqilərə vəd veribdir. Məsəl sözü gəlir. Məsəlül cənnəti. Yəni, cənnətdə olan misallar yox, cənnətdə olan vəsflər. Allah onu müttəqilər üçün neydi? Vəd veribdir. Yəni, elə bir üzüm sifəti var ki, elə bir məsələn, meyvə sifəti var ki, sən onu dərk eləyə bilməzsən. Dərk eləyə bilməzsən. Ola bilər bir dənəsi dünya üzrünə düşər, bütün dünya yiyib doyar. Yəni, sən onu, yəni Allah Subhanahu deyir, cənnətdə elə bir şeylər var ki, göz eşidərsən, gözlər, düşüncələr onu neyniyər? Dərk edə bilməz. Yəni, oradakı qəsd etdiyi, deyəcək, şeyx bunu misal gətirməkdə qəsd nədir? Leysə kəmislihi deyəndə, leysə kəsifətihi mənasındadır. Onun mislində demək, yəni onun sifətində. Səmi sifəti, yəni eşidən. Basir, basır sifəti, yəni görən. Yəni bu görməkdə, bu eşitməkdə, bu cür sifət heç bir məxluqda ola bilməz. Aydın oldu? Tutdunuz mənanı, yəni ki, orada qəsd olun. Bundan da ona görə şeyx müməsiləri rəddiyədir ki, sən deyə bilməzsən Allahın gözü falan kəsin gözü kimidir. Allahın hansısa bir sifəti falan kəsin sifəti kimidir. Ona görə bu da haramdır. Bunu demək. Və buradan da rəddiyə çıxır ki, ayələri cəm etdikdə ki, qəsd olunan əsasən ayədə ən böyük, racih olan, doğru olan budur ki, orada qəsd olunan misil sözü sifət deməkdir. Yəni, Allahın mislində dedikdə, Allaha bənzər heç bir sifət ola bilməz. Yəni, qəsd olan budur. Və ona görə deyir, məsələn, sən görsən ki, məsəlül cənnəti ləti və'udətil muttəqin dedikdə, burada, məsələn, innə mislə və məsələ və şəbbi, yəni oxşar, görünüş, bu cür şey cənnətdə elə bir şeylər var ki, insan onu dərk edə bilməz. İnsan onu dərk edə. Məsələn, deyir ki, çox qəribə. Deyir ki, məsəl üçün, ürəyin banan istəyir, öz əyilir gəlir. Fikir verir. İndi sən 18-20 metr arası olsan, təxminatım icra hardasa, bir icra da belə götüründə 40 santı, 50 santı, yəni vallahi aləm, yəni 28, 30, nə bilim, neçə dənə, Allah bilir doğrusunu. Yəni sən bax gör, boyda banan sana alacaqdır. Yəni fikri dərk edə bilmirsən. Dərk edə bilmirsən.
Yəni ona görə elə bir şeylər gəlir ki, yəni ani baxanda bir dənə ürəyim bundan istəyirəm deyəndə da gəlib bazardan nə saxtarmısan? Özü Allah Subhanahu rəhmətindən izni gəldi, əyildi. Ağac əyilir özü. Götür, məndən götür. Yəni sən onu tədəbbür edə bilərsən, burada nələr var. Ona görə yəni əgər Rəbbinin yaratdığı məxluq olaraq onu dərk etmək çətindirsə, sən Rəbbini bu cür insanlarla qiyas etməklər qiyas edə bilərsən və ya tədəbbürü dərk edə bilərsən. Yəni ki, Allah Subhanahu va Taala baba əzəmətlidir. Cəhənnəm nə boydadır? Milyardlarla insan Adəm əleyhissalamdan düz qiyamətə qədər. Qiyamət də nə vaxt Allah alim. Və Allah Subhanahu va Taala cəhənnəm istəyir və ayağıyla nə edir? Baxsaraq cəhənnəmin ağzından, danışığından və söndürür. İstəmədir. Yəni, dərk edə bilərsən bunu. Ona görə Rəbbimiz əzəmətlidir. Rəbbimiz ucadır. Yəni, onun yaratdığı xırda, yəni aləmdə xırda dedikdə, yəni cənnət, yəni Rəbbimizin yəni ən böyük məxluq axşdırsa da, yəni ən böyük məxluqlardan da cənnət, cəhənnəmdir. Yəni bunu yaradan Rəbbim nə qədər əzəmətlidir. Bunu ya məxluqu dərk edə bilir. Arşı dərk edə bilirsən ümumiyyət nədir? Dərk el, gör nə deməkdir? İndi sən fikirləş də, kürsi nədir? Allah Subhanahu ayağını qoyduğu yerdir. Yəni mümkün deyil də dərk eləyəsən. Ancaq şeyx gətirir ki, burada çox deyil, məsələ həqiqətən də düşüncəli bir məsələ, insanı düşündürən bir nədir? Məsələdir. Və sonra ayə gəldikdə İnnallâhə ni'immə ya'idukum bihi innallâhə kənə səmiyun basir. Həqiqətən də Allah Subhanahu və Teala yəni ayənin əvvəlində gəlir ki, sizə əmanətləri sahiblərinə qaytarılmanızı və insanlar arasında hökm verərkən ədalətli olmağı hökm vermişdir. Yəni, ədalətlə hökm verməyi sizə əmr etmişdir. Mənası belədir. Və sonra gətirir ki, ayənin arxasında, bu ayənin əvvəli yoxdur, arxasında gətirir ki, Allahın sizə verdiyi bu öyüd nəsiyyətdə və ya nəsiyyət daha doğrusu necə də gözəldir. Yəni, burada ni'immə sözü burada öyüd nəsiyyət mənasındadır. Və ayənin arxasında gətirir Səmiyun Basir, yəni Səmiyun Basir buna əsasən dəlil olaraq gətirir ki, Allah Subhanahu eşidən və görəndir. Və Allah Subhanahu və Teala insanlara burada əmr edir ki, hökm etdiklə adil olun. O demək deyil, hakim olasan, bir dənə hakimə aid hökm. İnsanlar arasında, qardaşlar arasında, 5 nəfərin arasında hökm verəndə ədalətli olmasın. Və bunu əmr edir Allah Subhanahu. Yəni, şeyx sonra gətirib buna vuruluyor. Ayənin əvvəlində. Yəni, deyir, əgər deyir, ədalətlə hökm verərsənsə də, sən özün ədalətlə hökm olunacaq. Amma sən, bu mənim dostumdur, bu mənim yaxınımdır, bu mənim qohumumdur, ədalətlə hökm verməzsən, sən nə dediyində bərəkət olar, nə də özündə də nə deyir Allah Subhanahu elə bir imtihan olunarsansa, özünlə də ədalətsizliyə uğrayarsan. Bax, fikir verin buna. Bunu nəyə gətirir? Qiyas olaraq. Məşhur qəbilə zənginlərinin birinin qızı oğurluq eləyir. Məşhur səhədisdir. Gəlirlər ki, ey Allahın Rasulü, onun əlini kəsmə, o filan kəs qadındır, zəngindir. Deyir, o qədər əsəbləşir. Peyğəmbər s.ə.v. Biz sizə Peyğəmbər s.ə.v. bu şeyli çox yerlərdə keçir. Yəni, həqiqətən hökm adillik baxımından gəldikdə ki, əksini kimsə deyir, əsəbləşəndə rəngi deyir. İmam Əhməd sünnəndə gətirir, Şeyx Rəbimətən şərhindən. Üzü deyir, nar kimi qızarardı. Boynun damarları çıxardı, Allah üçün əsəbləşməkdən gedir ha. Hətta bunu deyir, alnında belə əxlaq damarı deyirlər onu, o üzə çıxardı. Hər adamda olmur, bu əxlaq damarı deyirlər burada.
deyir ki, "Ləv kənə binti Fatimətu sərəqət ləqəta'tu yədəh." Əgər deyir, qızım Fatimə belə uğrasaydı, əllərini kəsərdim. Sən nə danışırsan? Bu Allahın hökmüdür. Biz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ən sevdiyi, nə deyirdi? Qızıydı, deyir, məndən bir parçadır o. Məndən bir parçadır o. Sən nətər, yəni, şey edə bilərsən? O, ən çox sevdiklərindən biriydi Fatimə radiyallahu anh. Cənnətlə müjdələnlərdən 4 qadınlardan biridir. Gör, o insan haqqına deyir, ləqətət yədə. Onun deyir, əlini kəsərdim, deyir. Yəni, adillik budur. Şeyx gətirir ki, orada وَاِنْ حَكَمْتُ بَيْنَ النَّاسِ اَنْ تَحْكُمُ بِالْعَدْلِ Əgər insanlar arasında hökm verirsəniz, hökmü adillik ilə verin. Yəni, burada bunu hədəf olaraq gətirir ki, hökm, Allah s.ə. isimlərindən biridir. Əl-Həkəm. Əl-Həkəm Allah s.ə. isimlərindən nədir? Biridir. Hökm verən, əl-hükmlərin sifətlərindən hökm verən. Qəsd olunan burada odur ki, şeyx gətirir ki, vacib məsələlərdə nəfsinə ağır gəlsə də nədir? Hökmü verəcəksən. Haqq hökm verməlisən ki, qiyamət günü sənə qarşıda hökm haqq olaraq olsun. Yəni, burada ədalətsiz olsa, sənə də ədalətsiz olacaq. Bu 100%-dür. Hansısa bir insana qarşı, qardaşa qarşı, bax, deyir, iş möminlər də demir, ha. Bax, görə deyir ayədə. وَاِنْ حَكَمْتُمْ وَاِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ İnsanlar arasında demədi, beynəl muslimin, müminin, muhsinin, muksidin, mutakassidin və sərva ilə. Bunlar demədi. Nə dedi? İnsanlar arasında. Hətta kafir belə olsa düzgün hökm verəcəksən. Nəfsinə ağır gəlsə belə. Bunu dəlillər çoxdur. Əli radiyallahu anh gətirə bilərik, qalxan məsələsini bilirsiniz də, yəni məsələni. Bu hamısı nədir? Ya açıq aydın illərdə gözün qabağında olan qalxanı Yahudi gəldi dedi ki, mən şahidəm deyə bizimdir. Yəni, nə deyə bilərsən? Yəni, adilli hökm nədir? Odur. Şəriət nədir? Yəni, ondan gedəcəksən. Sonra gətir, ən tuəddul əmanəti ilə əhlihə və deyir, əmanətləri öz əhlinə əadə edin. İadə edin, nədir? Qaytarın. Yəni, bu dəqiqədə ən böyük problemlərdən də yəni biridir ki, əlavə fayda olaraq gətirir şeyx, ayədən çıxardaraq ki, əmanətlərə xəyanət eləmək bu dəqiqə çoxdur son vaxtda. Əmanət deyirsən, baxsan ki, o demək deyil, malım, mülküm, yox. Söz belə deyirsən, əmanəti sabah baxsan ki, hamı danışır o sözü. Ayə var, əmanətlər özlərinə qaytarın. Yəni, düzgün şəkildə hər bir əmanət deyildi, hər şey daxil ora. Maşın, pul, ev, nə bilim, stəkan, nəlvəki, hər şeydə. Əmanət nə olub, hər şey. Hər söz belə. Ona görə diqqətli olmaq lazımdır. Və sonra gətirir ki, Səmiyyun basir, nəqulli fiyhə kəmə qulnə fi əyəti ləti qulnə qablə İthbətü səmiyyə lilləhi qismeyhi və İthbətul basir və qismeyhi. Və qara Əbu Hureyra həzihi əyə və qaylər innə Rasulullah vədə ibhəmuhə və səbəbəti alə aynihi və uzunihi. Deyib, bu ayəni oxuduqda Peyğəmbər sallallahu aleyhi və səlləm ibhəm və səbəbə, bax, belə bir şeylədir, gözünə və qulaqlarına nədir? İşarə etdi. Yəni, burada qəsd o deməkdir, gözün və qulağın özünü, yox, görməni və eşitməni nədir? Qəsd elədi. Görməni və eşitməni qəsd elədi. Yaxşı, buradan çıxır ki, Allah subhanə və teala eşidirsə qulaq varmı? Qulağı varmı? وَالْاُذُنْ عِنْدَ أَهْلِ السُنَّةِ وَالْجَمْعِ لَا تُثْبِتِ اللّٰهِ وَلَا تَنْفِي. Yəni ki, Allah subhanə və teala'nın eşidirsə qulağı var bu məsələsini Əhl-i Sünnə və Cəmaət nə isbat edir, nə inkar edir. Nə isbat edir, nə inkar edir. Buna deyir tavaqquf. Yəni burada nə ayırırıq? Dayanırıq. O haqda dəlil və ya nə dəlil və yaxud da əksi yoxdursa da isbat. Ona görə nə edirik? Bu məsələdə yəni dayanırıq. Və ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem eşitməyi və görməyi qəsd etdi. Qulağı və
başqa bir şeyi gözü qəsd etmədi. Və başqa bir şeydə gəlir ki, Allah subhanahu və teala ya'khudullah azza və cəl səmavati və ardı biyədi. Allah subhanahu yeri və göyləri bir əlində bükəcək və deyəcək ki, mən Allaham. Və sonra deyir, və yaqbud əsəbi və yabsuduhə, əllərini yumuf nə deyir, bağlayacaq. Yeri göyü bir əlində bükəcək, təbii ki, əlinlə işarə eləmək olmaz və sıxacaq, buraxacaqdır və deyir, mən Allaham. Hətta deyəcək, mən Cabbar, bu hədisdə gəlir. Kim idi özündən özünü elan eləyən gəlsin. Ona görə bu şeylər çoxdur. Bu da Allah subhanahu və teala'nın xəbəri sifətlərinə dəlalət edir. Burada kifayət edək. Allah subhanahu bizə kifayət edenlərdən etsin. Subhanakallahumma hamd, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.